Gəlin başlayaq bugünkü dərsimizin video izahına. Bu günləri biz əvvəlcə Cəlaliləri, daha sonra Teymurun yürüşlərindən danışacağıq. İlk olaraq başlayaq. Cəlalilər 1340-1410-cu illərdə mövcud olmuş dövlətdir. Bu dövlət Monqol mənşəli dövlətdir. Dövlətin əsasını isə böyük, yəni Şeyx Həsən qoymuşdu. Dövlətin paytaxtı Cəlalilər dövləti, yəni paytaxtı Bağdad şəhəri idi. 1359-cu ildə Cənubi Azərbaycanı tuturlar. 1367-ci ildə isə Şimali Azərbaycanı tutmuşdular. Şeyx İbrisin dövründə isə islahatlar keçirmişdi, uğurlu islahatlar keçirmişdi. Həmçinin onun dövründə məşhur Dövlətxana sarayı var idi. Paytaxt isə 1359-cu ildə Təbriz şəhəri olmuşdu. Cəlalilər dövlətinin son hökmdarı isə Sultan Əhməd olmuşdu. 1382-1410-cu illərdə hökmranlıq etmişdi. Buraya biz Qızıl Ordunun yürüşlərindən danışacağıq ki, Toxtamışın yürüşləri 1385-ci ildə yürüş etmişdi. Toxtamışın yürüşləri başlanmışdır. 1385-də Təbrizi tutub qarət etmişdi. Ümumilikdə isə Qızıl Ordunun Azərbaycana yürüşlərini sistemləşdirsək isə, yəni Qızıl Ordu Cüce nəslindən mənsub idi. Yəni Qızıl Ordunun ümumilikdə yürüşlərin desək, ilk olaraq ilk yürüşləri 13-cü əsrin 60-cı illərindən başlamışdı. Daha sonra 1335-ci ildə Özbək xanın dövründə etmişdilər. 1357-ci ildə Canı bəy, 1385-ci ildən isə Toxtamışın yürüşləri olmuşdu Azərbaycana. Əmir Teymurun yürüşlərindən danışaq. Birinci yürüşü 1386-cı ildə olmuşdu. Əmir Teymurun yürüşü 1386-da 3 illik yürüş idi, yəni 3 il təşkil edirdi yürüş. Bu yürüş zamanı Şirvanşah 1-ci İbrahim Əmir Teymura itaət etmişdi. Əlincə qalasından başqa bütün Azərbaycanı tabe etmişdi birinci yürüş zamanı. Əlincə qalasını müdafiə edənlər Sultan Tahir, Əmir Altun və Xacə Cöfər olmuşdu. Əlincə qalası düz 14 il, yəni 1386-cı ildən 1400-cü ilə qədər Teymura qarşı mübarizə aparmışdılar. Daha sonra Teymur Azərbaycanın idarəsini oğlu Miranşaha tapşırmışdı. Bu birinci yürüş zamanı Şəkili Seyid Əli ona tabi olmuşdu. Azərbaycanda əyanlar vahid cəbhə ətrafında birləşmək əvəzinə hamısı Təbriz üstündə, yəni belə deyək də bir-biri ilə vuruşurdular. Bir vahid cəbhə yaratmamışdılar Teymura qarşı. Toxtamış 1387-ci ildə Mərkəzi Asiya yürüş edən zaman Teymur buranı tərk edib gedir. Daha sonra ikinci yürüş 1392-ci ildə olmuşdu. Bu yürüş zamanı Sultan Əli öldürülür. Çünki birinci yürüşdə tabi olsa da sonradan itaətdən çıxdığına görə Teymur Əli öldürür ikinci yürüş zamanı və 1395-ci ildə Terik döyüşü baş verir. Daha sonra Qızıl Ordu ilə Əmir Teymur arasında və Əmir Teymur Qızıl Ordunu məğlub edir. 1398-ci ildə Əmir Teymur Hindistana gedir. Burada Teymura qarşı mübarizə aparanlar var ki, hürriyetçilik ideyası yayılmışdı ki, onların da belə deyək də başçıları deyək, Nəimi və Nəsimi idi. Daha sonra Əlincəyə kömək edənlər var idi ki, Əlincə qalasının müdafiəsinə kömək edənlər, bunlar Gürcülər, Seyid Əli və 1-ci İbrahim idi. Üçüncü yürüş 1399-cu ildə baş vermişdi. 1400-cü ildə nəhayət Əmir Teymur Əlincə qalasını tutur. Daha sonra 1-ci İbrahimin vasitəçiliyi ilə Şəkili Sultan Əhməd və Gürcü çarı 7-ci Georgi Teymurla barışır. Daha sonra Teymur Azərbaycandan gedəndən sonra 1405-ci ildə ölür və onun Çinə səfər etmək istəsə də bu arzusu yarımçıq qalır. Belə, mövzu ilə bağlı əsas məqamları sizlərə qeyd etdim.